İnanın bugün Azərbaycan sözümə cavab deyən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birincilərindəndir. Aynı zamanda zayıf yerlerimizi de müəyyən etdik, zayıf yerlerimizi de gördük. Yəqin ki bu deməli akşam yığışıb biz mövcud vəziyyətini təhlil edib bəzi tədbirləri reallaşdırmalı olacağıq. A few moments later. Motor vurdu. Gecə saat 1. Can, mənə sual verirlər ki, sən nə yeyib içsən? Bax, öz əl zəhmətimlə, bax, öz əllərimlə bişirdiyim yeməkdir. Görürsünüz, toyuq supu. Mənim payoxum budur, içində də bir dənə ət var. Çünki bu yemək ona görə ki, bu həm mənə kökəlməyə imkan vermir. Həm də ki, stabil qalıram. Yumurta da səhər-səhər ona görə yeyirəm ki, yumurtanın kalorisi çoxdur. Yəni, mənim yediyim yemək budur. Görürsünüz, heç konfetlə də yox, qəndlə çay içirəm. Bir də arada bir belə iş yerində, bir də belə kofe içirəm. Qaldığım ev gördüyünüz budur, amma bütün şəraitlər yəni var, televizora qədər hər bir şey. Bax, görürsünüz, hər şey. İçdiyim də ki, çaydır. Yeməyi də ki, özüm bişirmişəm, bəyənərsiniz yəqin ki, gördünüz. İyi, qaldığım evdə budur, amma rahat bir yerdir də, məsələn, görürsünüz, zaborun içində. Yəni, Xazəkanın öz evi o tərəfdədir. Sadəcə giriş qapısıdır, o da ikimizdə də açar var, kim istədiyi vaxt girir. Yəni, mən burada öz evim kimi qalıram, burada mən narahat edən adam yox. Ümumiyyətcə, həyatda nə olur olsun, sən həyatda başa-baş mübarizə aparıb yaşamayıbsənsə həyatla. Məsələn, sənin işin olacaq ki, 2 erməni qızı video paylaşında girib altına yazacaqsan 44. Məsələn, müharibə başlayanda haya-küyə düşəcəksən Balalinin, Binəqədinin mahnısı ilə, sonra gedəsən oraya, sonra başlayıb gəlib bu tərəfdə özü salerkan töküb özü yandırassan. Yəni, sənin işin ondan ibarətdir ki, elə öldün, getdin, cənnətə düşəcəksən, Allah şəhidlərimizə rəhmət eləsin, heç belə normallı səni yada salan olmayacaq. Sənin işin ondan ibarət olacaq ki, məsələn, deyəcəklər ki, Azərbaycan qudratlı ölkədir, sən də deyəcəksən, hə. Yəni, seti dəyişməmiş telefon kimisən, başa düşdün, çünki sən bunları, məsələn, mən oranı necə görürəm, buradan baxıb görürəm də, amma mən o kasanın içində olsam, görə biləcəm bu oranı mən. Xeyr. Yəni, sən ölkənin nə olduğunu görmək istəyirsən, sən çəkilməlisən, kənardan baxmalısan ki, görək o stolun üstündə nə var. Məsələn, sənə deyirlər ki, o stolun üstü doludur hər şeylə. Sən kasanın içində olduğuya deyirsən, hə, doludur, hə. Amma sən çıxıb buradan baxsan, görəsən orada yeməkdir, çörəkdir, başqa heç nə yoxdur. Sən hələ bısan. Ümumiyyətcə, nə olur olsun, yenə deyirəm, ölkədən kənarda çıxıb biraz gəzib dolanmalısınız. Ölkədə olsanız belə, elm, təhsil hər şey deyil, dil öyrənin. Başqa ölkələrin dilini öyrəndiyiniz an, misal üçün, siz başqa bir insan olacaksınız. Siz məsələlərə obyektiv yanaşarsınız. Əgər başqa ölkələrin heç bir dilini bilmirsən, heç bir ölkənin mədəniyyətini bilmirsən, başqa heç bir yerdə olmamısansa, ümumiyyətcə ölkədən kənara çıxmamısansa, sən müəllim də olsun belə, yenə də bu şeyləri məsələn, normalda deyirlər, dünyanın super gücü Amerikadır. Amma Amerika ilə İsrail ikisi İranla başaramır. Görürsən ki, reallıq başqa şeydir. Meydanda olanda başqa şeylər görürsən. Sənə xəritədə yazılıb verilən dünyanın coğrafiyası ilə realda dünyanı gəzəndə başqa şeylərlə qarşılaşsan sən. Timbolidə hal-hazır ki, bizim ölkəmizdə bu dəqiqə hər şey rüşvətdir. Hər şey pullandı. Müəllim getsən, pullansan otur orada. Hər bir sahədə pul, rüşvət. Məsəl üçün, ölkədə əsas azad olan şey nədir məsələn? Ölkədə əsas azad olan televiziyadır, jurnalistikadır məsələn. Bunun %90% satın alınıb məsələn. Yazıçılar susur, yaltaqlıq eləyir, bizim dildə danışa bilmirlər. Ölkənin bir nömrəli yazıcısı kəramətdir məsələn. Haqqı deyən, düzü deyən, sən də onu dəli kimi başa düşsən. Əgər sən kəraməti dəli başa düşsənsə, sənin özünün müalicəyə ehtiyacın var. Öpürəm, özünüzdən müğayət olun, Samir davam edir.